Növbəti sualımız isə kainat və günəş sistemindəndir. Şimal yarımkürəsində yerləşən dağın şimal istiqamət meyilliyi 6.5 dərəcədir. 22 dekabrda günorta vaxtı bu yamacda günəş şüalarının düşmə bucağı 0 dərəcə olarsa, onun hansı enilikdə yerləşdiyini müəyyən edin. Biz belə sualları həll edən zaman əvvəla günəşin zenitdə olduğu nöqtəni müəyyənləşdirməliyik. Biz bilirik ki, 22 dekabrda günəş 23.5 dərəcə cənub enliyində zenitdə olur. Və bura 90 dərəcə ilə zenit mövqeyini qeyd etsə əgər, bu məntəqənin digər məntəqədən nə qədər uzaqlığını müəyyən etmək üçün 23.5-i 90 dərəcədən çıxacaq. Bu zaman cavabımız 66.5 dərəcədir. Lakin bizdə verilişdə 6.5 dərəcə meyilliyi qeyd edibsə və bu istiqamət şimala doğrudursa, bu zaman biz 66.5 dərəcəni götürə bilmərik. 66.5 dərəcədən 6.5-i çıxacaq. Nə üçün? Bu o deməkdir ki, dağın şimala meyilliyi 6.5-dir və daha az günəş görür. Və bu zaman biz 6.5-i çıxdıqda cavabı 60 dərəcə şimal eniyi tapırıq və cavabımız D variantı.